Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlərimiz. OTK-nın blok fənləri üzrə keçirdiyi sınaq imtahanı 2, 9 və 10 siniflər üçün təşkil edilən 1-ci qrup riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. İfadəni sadələşdirin. Edəcəyimiz ortaq məxrəc hər birinə aid olan ortaq məxrəc x minus y, x plus y ifadəsidir. Birinci ifadənin məxrəcinə bölüb sürətinə vursaq x plus y olur. Üzərinə əlavə edirik x minus y, üzərinə əlavə edirik 2y. Burada sadələşdirmələr aparsaq, deməli aldığımız y-lər 0 olur. 2x plus y olur. 2-ni qarşıya çıxarsaq x plus y qalır. Mötəriz daxilində aşağıda isə x minus y və x plus y ifadəsidir. Plusları ixtisar apardıqda x minus y məxrəcdə, sürətdə isə 2 alınır. B variantı. İfadəni sadələşdirin. İkinci dərəcənin kök altında ifadənin kvadratı olduğuna görə biz modulda çıxarmalıyıq. Modulda çıxararkən də diqqət edək ki, modul daxili ifadəmiz müsbət olsun. Bu səbəbdən 5 minus kök altında 15 yazırıq. Minus ikinci ifadəni olduğu kimi çıxardırıq. Çünki üçüncü dərəcənin kök altı ifadədir. Burada heç bir dəyişiklik olmur və sadələşdirsək kök altı 15-lər islah olur. 5-dən 3 çıxanda cavabımız 2. C variantı. Şəkildə bucaq AB, daha doğrusu bucaq B 90-dır, DE AC-yə perpendikulardır, AE məsafəsi EC-dir, AB 12-dir, BD 5 verib, DC-nin qiymətini soruşur. Belə bir addım ataq. Deməli, E nöqtəsindən BC-yə perpendikular çəksək, perpendikular çəkdikdə bilirik ki, E nöqtəsi, deməli, AC-nin orta nöqtəsi olduğuna görə, sonra EH BC-yə perpendikular olduğuna görə, həmçində AB BC-yə perpendikular olduğuna görə ilə EH-ın özü orta nöqtə olur. Daha doğrusu ABC üçbucağının orta xətti olur. EH orta xətt. Ardınca orta xətt olduğu halda bu hissə bizə 6-nı verir. Çünki 12-nin yarısı olmalıdır. HC hissəsi isə ümumi BC-nin yarısı olur. X plus 5 bölünsün 2. DH-ı tapsaq, buradan bizə verəcək DH məsafəsi x minus 5 bölü 2. Sonra isə edəcəyimiz nədir? DEC düzbucaqlı üçbucağında HE-nin kvadratı, yəni 36 bərabər olacaq DH ilə HC hasilinə. X minus 5 bölünsün 2 vurulsun x plus 5 bölünsün 2. Bu ifadəni sadələşdirəndə x kvadrat minus 25 bərabər olacaq. 2-lərin hasili 4, 36-ya vuranda 144. X-in kvadratı 169 eləyir və x-in öz qiymətini tapsaq, cavab 13. D variantı. Rəngsazlardan biri divarı 6 günə, digəri 12 günə rəngləyir. Onlar birlikdə 3 gün işləsələr, hansı hissəsi rənglənməmiş qalar? Deməli, 6-da 1 plus 12-də 1 bərabər olacaq 1 böl x-a. Sadələşdirsək, 12-də 6-ya bölsək 2 eləyir, 12-yə bölsək 1 eləyir, 3. Yəni 4-də 1. 1 böl x 4-də 1-ə bərabərdirsə, deməli 3 gün işləsələr, 3-ə vursaq, 3 böl x olacaq 4-də 3. 4-də 3 rənglənib, rənglənməmiş isə 4-də 1 olur. E variantı. Şəkildəki fiqur eyni ölçülü kvadratlardan düzəlmişdir. Tangens alfanı soruşur. Bizə verilən fiquru belə bir şəkildə tamamlasaq, alınan 90 dərəcəli düzbucaqlı üçbucaqda alfanın tangenti qarşı katetin, yəni bu hissənin, bu hissədə gördüyünüz kimi 1 dama, 2 dama, sonra 3 dama, 4 damanı əhatə edir. Yəni 4-ü böləcəm, deməli, bitişik olan katedə. Yəni 1, 2, 3, sonra 4, daha doğrusu 3-dür, 4 və 5. 4 bölünsün 5. Deməli, olur bizim cavabımız 5-də 4 D variantı. Məktəbdəki futbol dərnəyində iştirak etmək istəyən şagirdlərin sayı 13 nəfər artarsa, deməli əvvəlcədən x olsun deyək, 13 nəfər artarsa 8, 8, 9, 9 komandalara ayırmaq olar. Deməli, 8 və 9 kimi komandalara ayırmaq olar. Bizdən istədiyi nədir? Hal-hazırda dərnəyin ən azı neçə üzvü var? 8-9 hissələrə ayırmaq üçün ən azı 72 olmalıdır və x plus 13-ünü 72-yə bərabər eləsə, x-in qiyməti olacaq 59 nəfər. D variantı. X-in neçə natural qiymətində ifadənin qiyməti rasional ədəddir. X natural olması üçün, deməli, kök altında nəzərə almalıyıq. 7 minus x ifadəsində rasional olması üçün 1-ə bərabər ola bilər, 4-ə bərabər ola bilər. 7 minus x əgər 1-ə bərabər olarsa, x ola bilər 6, 7 minus x 4-ə bərabər olarsa, x-in qiyməti 3 olacaq.
Digər hallarda isə bu şərti ödəmir ki, deməli, bir də nəzərə alaq, x-a 7 versək əgər, 7 minus 7 olacaq 0 və o da rasional olur. Deməli, 1 qiymət, 2 qiymət, 3 qiymət, əlavə nəyi nəzərə almalıyıq, baxaq. X-in qiyməti də 7-dən kiçik bərabər ədədlər olur. Digər qiymətlərin heç birində artıq rasionallıq şərti ödəmir. Cavab B variantı. A üstə minus 1 ifadəsidir. Eynilikdən n-i tapın. Bu iki ifadəni bir-birinə vursaq a minus 1-dir. Sonra vursaq digərini üçüncüyə a kvadrat minus 1, a üstü 4 minus 1, a üstü 8 minus 1. Deməli, a üstü n minus 1, a üstü 8 minus 1-dir. Buradan n-in qiyməti elə 8-ə bərabər olur. E variantı. Doğru olmayan bərabərliyi seçin. A variantında 3, 8, 24 olmalı. Doğrudur. C variantına sadələşdirsə doğru olacaq. E variantına baxaq. 2 vur 3 üstü 10 olmalıdır ki, bizə 3 üstü 11 verib. Bu yanlışdır. Yəni 9-un cavabı E variantı. 10-cu sualda olduqda, deməli, A-nın B-nin qiymətləri aşağıdakı münasibətlərdən hansı və hansılar doğru deyil? Bizə doğru olmayan hissəni tapmaq lazımdır. A-nın B-nin hasilini tapsa 9 üçün 27 vurulsun 10 üstü mənfi 12 etməlidir. Burada 2 onda 7 yazdığına görə bu doğru deyil. Deməli, birinci doğru deyil. Sonra növbəti B-ni A-ya böldükdə, B-ni A-ya böldükdə 9-u 3-ə bölürük, edir 3. 10 üstü mənfi 5-dən 10 üstü mənfi 7 nisbətini tapanda mənfi 5-dən mənfi 7-ni çıxmalıyam. Edəcək. Mənfi 5 üstə gəl 7, 10 üstü 2 olur. Bu doğrudur. Yəni bunu götürmürük. A, B-dən kiçikdir deyir. A, B-dən kiçikliğini yoxlamaq üçün 10 üstü mənfi 7-də 0, 0, 0. Deməli, 0, 3. Bu şəkildə olacaq. Digər isə 0, 0, 3, 4, 9 olacaq. Demək, yuxarıda 7 dənə ədəd var. Aşağıda 5 dənə ədəd var. 2 dənə 0 yazı tamamlasaq, müqayisədə A, B-dən kiçik olduğunu görürük. Bu da doğrudur. Yəni 1 ilə 3-ü götürməliyik. Diqqət edək, doğru deyil. A, B-dən kiçikdir. Bu doğrudur. Vursaq, mənfi 12, 27. Görək, hansı hissəni yanlış etdik. Deməli, aşağıdakıların hansılar doğru deyil. 2 onda 7 mənfi 7, 10 üstü mənfi 5. A variantı doğru deyil. Birinci götürməliyik. Deməli, 1 olmayanları cavablarımızdan silirik. B-ni təmizlədik. C yoxdur, D yoxdur. İkinciyə baxaq. İkinci isə doğrudur. B-ni böləndə A-ya. B-ni A-ya böləndə biz nə alırıq? Deməli, 9-u 3-ə bölürük, edir 3, vurulsun, 10 üstü, mənfi 5-dən də mənfi 7-dən çıxmalıyıq, bu zaman topluyoruz, 10 üstü 2 olur. Bu doğrudur. B-ni götürə bilməliyik, o zaman yalnız E variantı qalır. Abi, tamam, burada üzrlə sayı diqqətsizlik olub. Üçüncüsü, deməli, doğruydu, bizə isə doğru olmayanlar lazımdır, yalnız 1 olur. Davam edək növbətiyə. Cəminin 5-ə bölünməsindən alınan qalığı tapın. 13-ün özünü 5-ə bölsəm 3 qalıq qalır, üstü 6. 7-nin özünü 5-ə bölsəm 2 qalır, üstü 5. 3 üstü 6, 729-dur. 2 üstü 5 bizə verəcək. Deməli, 32. 729-u 5-ə bölsəm 4 qalıq qalır. 32-ni 5-ə bölsəm 2 qalıq qalır. Toplayanda 6, 6-nı 5-ə bölsəm qalıq 1. E variantı. Deməli, olarsa ifadənin qiymətini tapın. Bu ifadəni sadələşdirək. Deməli, hər tərəfə A-ya vursaq, alırıq nəyi? A kvadrat plus 1 bərabər mənfi 2A. Mənfi 2A-nı sola tərəfə keçsək, A kvadrat plus 2A plus 1 bərabər 0. A plus 1-in kvadratı 0 olur. A da mənfi 1-ə bərabər olur. İndi A-ların yerinə mənfi 1 yazsa, mənfi 1-in kvadratı müsbət 1. Üstə gəl 3 böl mənfi 1. 3 mənfi 1-ə böləndə mənfi 3, 1-dən də mənfi 3-ü toplayanda eləyəcək mənfi 2. D variantı. Deməli, şəkildəki verilənlər əsasən x-i tapmaq lazımdır. Buradan bir dənə paylı xətti uzatsa, buradan da uzatsa, burada qalan bucaq, bu bucaq 40 dərəcə olmalıdır. Digər bucaq isə 3x-lə çarpaz deyə 3x olur. Burada 40 dərəcə. Deməli, belə bir şərt yazırıq. 3x plus 40 bərabərdir 5x plus 10-a. Buradan 2x bərabər olur 30-a, x-in də qiyməti olur 15.
D variantı. Deməli 14-cü sualda şərtini ödəyən AB natural ədədləri üçün əkobun ən böyük qiymətini tapmaq lazımdır. A-nın və B-nin ala biləcəyi ən böyük qiyməti 30 ilə 80-dir. Bunların əkobunu tapsaq 240 edir. Bu deyil. Sonra deməli yoxlamalıyıq nə? 29 ilə 80-i, 30 ilə 79-u. Bunların hasillərindən ən böyük olan deməli 30-u 79-a vurub ilk yoxlayaq. 30 vurulsun 79, 2370. Elə doğru cavabımız da bu olacaq. Çünki digərlərindən nisbətən böyükdür. D variantı. Keçirik növbəti sualımıza. Aşağıdakı diaqramda müstəqil qiymətləndirmə mərkəzinin təşkil etdiyi sınaq imtahanında iştirak edən şagirdlərin sayı aylar üzrə verilib. Deməli, bizə nə deyir? Deyir ki, ikinci ay 546. İkinci ayda 26%-də 546-dır. Sonra nə istəyir? Üçüncü ay. Üçüncü ayda isə deməli, biz 42 hesabladıq. 42-ni tapırıq. 100-dən çıxırıq 21-i. Sonra 21 əlavə olaraq 11, 26. 100-dən çıxaq 21, 11 və 26. 42%. 42% isə x nəzərə alsaq, tənasüb şəklinə vurub hesablayırıq. Deməli, 42-ni 546-ya vururuq. Bölürük 26-ya. Cavabımız 882. D variantı. Daxili bucaqların nisbəti 3 bucağın xarici bucaqların nisbəti lazımdır. 2, 3, 5 toplasaq 8, 10. 10 x bərabərdir 180. X-in qiyməti olacaq 18. İndi bucağımızın biri 36-dır. Sonra digəri 3 vur 18, 54-dür. Növbəti 5 vur 18, 90-dır. İndi bunların xarici bucaqlarını tapmalıyıq. Deməli, 180-dən çıxırıq. İlk 36-nı tapaq görə neçəlik? 144 dərəcə birincidir. İkinci, deməli, çıxırıq 54 dərəcəni, eləcək 126. 126. Bir də 90 dərəcəni çıxırıq, olacaq 90 dərəcə. Bunların hər birini eyni bir ədədə bölək. Deməli, xarici bucaqların nisbətini tapın. Xarici bucaqların nisbətini tapaq. Deməli, 126. Burada 6-nın birini əlavə yazmışıq. 126 dərəcə. 144, 126, 90. 18-ə bölsək hər birini görək. 18-ə böldükdə. 144-ü 18-ə böldükdə. Daha doğrusu 18-ə bölək. 144-ü bölək 18-ə. Görək neçə alırıq? 8 alırıq. 8 alırıq. Sonra növbətidə 126-nı 18-ə bölək. 7 alırıq. 7 alırıq. Bir də 90-ı 18-ə bölsək alırıq 5. 5, 7, 8. 5, 7, 8 B variantı. Bu şəkildə yaza bilərik. Sonra keçək növbəti sualımıza. Deməli, ABC üçbucağında AK, BD bir-birinə perpendikulyardır. AK-nın qiymətini 9 verib. 9 veribsə, C nöqtəsində kəsişmə nöqtəsidir. 2-1 nisbətində bölünür. 9-u 3 yerə bölüb 2-yə vursaq, burası 6 eləyir. Burası 3 eləyir. Ardınca BD C nöqtəsində kəsişir. 6-dır. Və 6-nı 3 yerə bölüb 2-yə vursaq, bura 4 eləyir. Bura 2 eləyir. Burada 90 dərəcədir. BCK deməli, düzbucaqlı üstbucağında hipotenus 5 olacaq. AK median olduğuna görə 5, KS də ilə 5-ə bərabər olur. Bizdən BC-ni istəyir. BC də 10-a bərabərdir. 5-lərin cəmi 10. B variantı. A üstü B kök altda 3-dür. Deməli, A üstü mənfi 2B-ni A üstü B-nin üstü mənfi 2 yazırıq. Olacaq kök altda 3 üstü mənfi 2. Bu bizə verəcək 3 üstü mənfi 1-i, yəni 3-də 1-i. E variantı. Radiusu 3 cm olan O mərkəzli çevrədə bucaq ABC 90 dərəcə. Qeyd edək. A-la C-ni birləşdirsək, bura 90 dərəcə olur. Bunlar ikisi radius olduğuna görə bura 30 dərəcə olur. Digəri 60 dərəcə. Bu da radius olduğuna görə bərabərdir 60 dərəcə. Deməli, bu mərkəz bucaq 60 dərəcə olacaq. 60 dərəcə olduqdan sonra bizə nələr lazımdır? AKC qövsünün uzunluğu lazımdır. AKC qövsünün uzunluğu bərabərdir 2pi r, radiusu 3 verib, alfa 60 tapdı, bölürü 360 dərəcəyə. Bunların hasilləri elə 360 verir, cavabımız pi-yə bərabər olur. D variantı. Keçək növbəti sualımıza. Ədəd oxunda 65 ədədindən 16 vahid sağda
Daha doğrusu 16 vahid məsafədə yerləşən ədədi tapın. 16 vahid sağda olan ədədi tapmaq üçün 16 ilə toplayırıq. 81 eləyir. Sonra deməli solda yerləşən ədədi tapmaq üçün isə çıxırıq. 65-dən çıxırıq 16-nı. 49. Bizə deyir ki, bu ədədlərin həndəsi ortasını tap. Birincidən 9, ikincidən 7 çıxır. Hasilləri 63. D variantı. Şəkildə verilib 2 üçbucaq, ortaq BC tərəfi var. BAC, deməli BAC 90-dan böyükdür. Buranı x götürək. Bura isə BEC 90-dan kiçikdir. 90-dan böyük olduğu halda nə yaza bilərik? X-in kvadratı yaza bilərik ki, böyükdür 8-in kvadratı ilə 10-un kvadratı. Daha doğrusu 6-nın kvadratı cəmindən. Bu da demək ki, x ondan böyükdür. İkinci, BEC üçbucağı üçün x-in kvadratı isə iti bucağın qarşısında olduğuna görə 5-in kvadratı ilə 12-nin kvadratı cəmindən kiçik olacaq. Bu da demək ki, x-in qiyməti 13-dən kiçikdir. Deməli, 1 10-dan böyük, 2 13-dən kiçik. Bu aralıqda 11, 12-dir. Bizdən istədiyi cəmini tapmalıdır. Bunların cəmini tapsaq, cavab 23. E variantı. Növbəti suala baxaq. Deyir ki, m-in hansı qiymətində ədədinin natural bölənlərin sayı 45-ə bərabər ola bilər. 25 5 üstü 2-dir. 4 2 üstü 2m olacaq. Deməli, natural bölənlərin sayını tapanda 2m plus 1 vururuq. 2 üstə gəl 1, 3-ə, cavab 45 olmalıdır. 45-i bölürük 3-ə 15. 2m bərabər olacaq 15 çıx 1, 14. M bərabər olacaq 7-yə. A variantı. Deməli, tənasibindən x-i tapın deyir. Deməli, 0-dan 4-də 3, 9-da 3-dür. 0-dan 4-də 4, 9-da 4-dür. 9-ları ixtisar aparsaq, 3 böl x bərabər olacaq 4 böl 2-yə. Çarpaz hasilini tapsaq, 4x 6, x-in qiyməti 1,5. Növbəti, deməli, növbəti. Məktəbin 500 şagirdindən 250 nəfəri aşbazlıq üzrə, 180 nəfəri dərzilik üzrə. Aşbaz, dərzilik. Bizdən nə istəyir? Deməli, 500 nəfər ümumi şagird var. 120 şagird heç birində iştirak etmir. Deməli, 500-dən 120-ni çıxırıq, qalır 380 nəfər ümumi şagird sayı var. 380 nəfər. Hər iki dərnəkdə iştirak edənlərin sayı lazımdır. Deməli, 250 nəfər aşbazdır. 180 nəfər isə deməli, dərzilikdir. Edəcəyimiz nədir? 250 ilə 180-i toplayırıq, çıxırıq 380 ədədini. Deməli, 250 plus 180 çıxırıq 380-i, cavabımız 50-dir. Deməli, hər iki dərnəkdə iştirak edənlərin sayını axtarırıqsa, cavabımız 50 edəcək. Növbəti, deməli, ifadəni sadələşdirmək üçün bu ifadənin asılışını yazaq. Olacaq nə? A üstü 4 böl a kvadrat b kvadrat. A kvadratda ixtisar aparsa a kvadrat böl b kvadrat olur. İkincisi, deməli, b üstü 4 bölünsün a kvadrat b kvadrat olacaq. B üstü 2 bölünsün a-nın kvadratı. Yəni, bunun cavabı lazımdır bizə. Bu ifadənin hər tərəfin kvadrata yüksəldək. Olacaq a kvadrat böl b kvadrat. B kvadrat. Üstə gəl. Hasilini 2 misli 2 eləyir. Üstə gəl b kvadrat böl a-nın kvadratı. Bərabər 4-ün kvadratı, o da 16 eləyir. 16-dan 4-ü çıxsaq eləyəcək 14. ABC üçbucağında AK tənböləndir, BD mediandır. Sonra AC-nin uzunluğunu bizə verib 12. AC ümumilikdə 12-yə bərabərdir. BK-nı 3x götürsək, KD-ni 2x götürsək, BD mediandırsa bunlar bərabərdir. O zaman ABD üçbucağında AK tənbölən olduğuna görə buranı 2K, digərində 3K kimi yaza bilərik. O zaman burada 2K olur. 4K-nın qiyməti 12, K-nın qiyməti 3-ə bərabər. AB-ni bizdən istəyir. 3-ü 3-ə vuranda cavab 9 eləyir. Sonra keçirik növbəti sualımıza. Deyir, uyğunluğu müəyyən edin. Müsbət ədəddir. Gəlin baxaq. 3-ü kökün daxilinə salsaq, kök altda 18, kök altda 18-dən kök altda 18, cavab 0. 2-yə A variantı uyğun gəlir. Sonra 4 kök altda 3. 4 kök altda 3-ü kökün altına salsam 16, 3, 48. 48 çıxılsın. 5-i kökün altına salsam 25, 2, 50. Birinci ikincidən kiçik olduğuna görə mənfidir. Bu, deməli, uyğun gəlir B-yə. Üçüncü.
2 kök altı 6, 4'ü 6-ya vuranda 24, çıxaq kök altı 27. Bu da kiçik böyükdən çıxdığına görə mənfi olur. Bu da uyğun gəlir. Deməli 3-ə. C də uyğun gəlir 3-ə. Sonra kök altında 90 çıxılsın 5 kvadratı 25, 3-ə vuranda 75. Böyükdən kiçik çıxırsan müsbətdir. Bu birinciyə uyğun gəlir. Sonra sonuncuda 9'u 5'e vuranda 45 çıxılsın 16'nı 2'ye vuranda 32. Bu da müsbətə uyğun gəlir. Deməli bu da E-dir. 1DE, 2A, 3BC. Keçək növbəti suala. Ayla xanım deməli maaşının 5'də 2 hissəsini qidalanma xərclərinə. 5'də 2 hissəsi 10'da 4 x. 30% kommunal xidmətlərin. 30% deməli kommunaldırsa bu bizə verəcək 10'da %30. %30. Elə bunu %40 kimi də yaza bilərik. Üstə əlavə edək. Qalan pulun %40, %30 bunları toplasaq %70. %70'in qalanı %30. 0,1 hissəsi deyil. %30'un 10'da 1 hissəsi deməli bizə verəcək deməli baxa bir də 5'də 2 hissəsi qidalanma xərclərinə 30%. %30'u 5'i deməli 20'ye vurduq 100 oldu. 2'ni 40 oldu. Düzdür. Sonra davam edək. Qalan pulun %70'dir. %30'u qalır. %30'un 10'da 1 hissəsini tapaq. Bu eləyəcək 1000'də deməli 30 x bərabər 200, daha doğrusu 297 manat da pulu qalır. Üstünə gələ 297 manatı bərabərdir x-in özünü götürürük. Deməli aldığımız cavab bizə verəcək nə? Hər birini toplasaq deməli olacaq 1000'də 400x 300x üzərinə əlavə edirik 30 730 eləyir. Üstə gəlir 297 bərabər x. Deməli 1000'də elədi 730 x. Daha doğrusu üstə gəlir 297 bərabər x-ə. Burada sıfırları ixtisar eləsək %73 olur. X-dan %73 çıxanda deməli olacaq yüzdə 27x bərabər 297 bərabərdir 297. Buradan 297'ni 100'ə vurub 27'yə bölürük. Bu da bizə verəcək 1100 manat. Bizdən istədiyi sadəcə maaşını tapmaq idi. O da 1100 manatdır. Keçirik növbəti sualımıza. N-in hansı natural qiymətlərində kəsinin qiyməti natural ədəddir? Gəlin diqqət edək, bu ifadəni sadələşdirək. N-i qarşıya çıxarsaq 2n plus 1, aşağıda 2n plus 1 yazsaq, çıxılsın 9 bölü 2n plus 1. Olacaq ixtisardan sonra n minus 9 bölü 2n plus 1. İndi bizə lazım olan nədir? N naturaldır, qiymət də naturaldır. Deməli, ifadənin natural olması üçün 2n plus 1 9'un tam bölündüyü ədədlər olmalıdır. Bu da ki 1, 3 və 9'dur. 1, 3, 9'dur. 2n plus 1. Plus minus da yaza bilərik bunu, amma görək ki, cavabımızda şərt ödənsin və naturalları versin. Deməli, 2n plus 1-i mənfi 1'ə bərabər eləsək, n-in qiyməti 2n plus 1. Mənfi 1'ə bərabər yazsaq, olacaq mənfi. Olmur. Mənfisi olmur. Gəlin bunu ayrıca qeyd edək. Mənfisi olmur. Müsbət 1'ə bərabər yazsaq, n-in qiyməti 0 olur. 2n plus 1'i müsbət 1'ə bərabər yazsaq, n-in qiyməti 0 olur. Bu da olmaz. Sonra 2n plus 1'i mənfi 3'ə bərabər yazsaq, mənfi olur. Deməli, mənfi 4 böləndə mənfilər olmaz. Burada da mənfi 9 olmaz. Sonra
İndi gələk müsbət qiymətlərinə. 2n plus 1-i 3-ə bərabər yazsaq, n'in qiyməti 1 olur. N'in yerinə 1 yazsam əgər 1 çıxılsın, 9-u 1-ə bölən 9 mənfi edəcək. Ona görə bu da ödəmir. Yazırıq 2n plus 1-i 9-a bərabər. N'in qiyməti 8 2-ə böləndə 4 eləyir. 4-dən 1 çıxsaq, bəli, biz alırıq ki, deməli, 4-dən 1 çıxsaq, müsbət natural ədəd. Bu şərti ödəyir. Bu şərti ödəyir. Bir də baxaq, 2n plus 1 3-ü versək, 9-u 3-ə böləndə 3, 1-dən 3 çıxanda cavab ödəmir. Deməli, bu ifadənin tək qiyməti var, o da cavabı 4 verir. 4. Keçək növbəti sualımıza. Bizə deyir ki, çevrə xaricindəki A nöqtəsindən çevrəyə AB, AC toxunanları çəkilib, DE nöqtələrində kəsən və çevrəyə F nöqtəsi toxunan DE parçası çəkilib. İsbat edir ki, ADE-nin perimetri AB-nin 2 mislinə bərabərdir. Biz bilirik ki, çevrənin xaricinə götürülən D nöqtəsindən çevrəyə çəkilən DB ilə DF bir-birinə bərabərdir. Ta ki, buranı bir A götürsəm, ayrıca E nöqtəsindən F-lə, YF-lə, YC də bir-birinə bərabərdir. Bunları bir B götürsəm, sonra bura bir X desəm, bura bir Y desəm, buradan da sözsüz ki, AB ilə də AC bir-birinə bərabərdir. Yəni, A plus X ilə də B plus Y bir-birinə bərabərdir. Bu şərti yazmalıyam. İndi isə ADE-nin perimetrini tapaq. ADE-nin perimetrini tapanda X plus A plus B plus Y yazmalıyam. Bu bizə verir ADE-nin perimetrin. Buradan elə AB-nin qiyməti bərabərdir A plus X. 2 vur deyir AB olsun ifadəsi. B plus Y ifadəsinin yerinə qeyd eləyək. Bu ifadənin yerinə digər ifadəni yazsaq, olacaq A plus X, bir dəfə də A plus X bərabər perimetr ADE-yə. Buradan A plus X-ləri toplasam 2 A plus X olur. Perimetr ADE və A plus X da bizə elə AB parçasını verir. Deməli, perimetr ADE bərabər olacaq 2 vurulsun AB parçasına. İsbat etmiş olduq ki, doğrudan da bu ifadə doğrudur. Hər bir şahidi uğurlar deyirik. İnşallah növbəti imtahan sınavlarının izahlarında görüşənədək.